Azərbaycanda bir çox dövlət xidmətlərinin daha rahat və əlçatan olması üçün mövcud olan mobil tətbiqlər hansılardır? Smart Customs tətbiqi Azərbaycanın gömrük xidmətlərini rəqəmsal bir mühitə keçirən platformadır. Bu tətbiq vasitəsilə istifadəçilər gömrük prosedurlarını daha asan və sürətli şəkildə həyata keçirə bilərlər. MyGov tətbiqi hökumət və vətəndaş arasında körpü olan bu tətbiq bütün vacib sənədlərə, dövlət xidmətlərinə rəqəmsal formada çıxış imkanı yaradır. E-qanun tətbiqi vətəndaşlara qanunvericilik bazasına daxil olmaq və hüquqi məlumatları əldə etmək imkanı verir. E-şikayət mobil tətbiqi vətəndaşlar bu tətbiq vasitəsilə telekommunikasiya və poçt rabitə xidmətləri ilə bağlı müraciətlərini asanlıqla edə bilərlər. Buraya internet operatorları, provayderlər, mobil operatorlar və poçt rabitəsi operatorları daxildir. Mobil notariat tətbiqi. Burada vətəndaşlar iştirakçısı olduğu bütün notariat əməliyyatları ilə bağlı sənədləri telefonda saxlayar, elektron versiyadan istifadə edərək sənədin qüvvədən düşməsi ilə bağlı məlumatları ala bilərlər. Bəs sizin ən çox istifadə etdiyiniz mobil tətbiq hansıdır?